Lerik rayonunun əksər kəndlərində su qıtlığı problemi yaşanır və nəzərə alsaq ki, hazırda qızmar yay fəslini yaşayırıq. Suya ciddi ehtiyacın olduğu bir zamanda kənd sakinləri suyu min bir zəhmət hesabına əldə edirlər. Zəif sürətlə axan tək-tük bulaqlarda sakinlər saatlarla su növbəsində qalmalı olurlar. Əməkdaşımız rayonun kəndlərində yaşanan su probleminin həlli istiqamətində hansı işləri görüləcəyi ilə bağlı maraqlanıb izləyək. Lerik rayonunun böyük yaşayış məntəqələrindən biri olan Cəngəmiran kəndinin sakinləri uzaq məsafələr qət edərək təbii bulaqdan atla, uzunqulaqla evlərinə növbəli şəkildə içməli su daşıyırlar. Kəndlər vahid su şəbəkəsinə qoşulmadığından yay fəslində əhali acınacaqlı vəziyyətlə üzləşir. Sakinlər su ehtiyaclarını ödəmək üçün cəmi 2 bulağın ümidinə qalıblar. Bugün kənd üçün ən aktual, ən vacib problem su ilə bağlıdır. Kəndimizdə su mənbəyi kimi cəmi 2 bulaqdan istifadə olunur. Bu da yay vaxtlarında çox böyük çətinliklər, problemlər yaradır. Yəni 500 metrdən, 1 kilometrdən su daşımaq əlbəttə çox çətindir. Bizim xahişimiz budur ki, kəndimizin su problemi həllini tapsın. Bu, həm bu kənddə heyvandarlığın, həm əkinçiliyin inkişafına böyük təkan verəcək, həm də əhalinin sosial probleminin həllinə yardımcı olacaq. Biz burada su problemi çox çətinlik çəkirik. Bax, bizim evlər necə uzaqdır. Vedrə ilə apar, qışı ayrı, yayı ayrı çətinliklərimiz var. Qışda qar yağır, keçilməz olur. Birinci kişilər yol açır, sonra bizlər qadınlar su daşıyırıq. Biz məsələn cavanıq, biraz daşıyırıq, qocalar qalır belə. Onların üçün də aparırıq, özümüz üçün də. Sonra indi var, bir ay demək olar ki, olar. Gələn aydan su alırıq. Suyu da alırsan, bir gün alırsan, 2 gündən sonra su yoxdur. Bizdə də başqa bir şey yoxdur, heyvandarlıqdır. Heyvan da gəlir susuz, ona su verməlisən, onu yerbəyir eləməlisən. Hamısı bunlar su tələb olunur. 18 kilometrlik Şonayçola Lerik magistral su xətti kəndin yaxınlığından keçir. Sakinlər aidiyyatı qurumların köməkliyi ilə həmin xəttdən kəndə içməli suyun verilməsinə ümid edirlər. Bunun üçün dəfələrlə lazımi orqanlara müraciətlər də olunub. Cəngəmiran kəndinin əhalisi 1700 nəfərə yaxındır. Cəngəmiran kəndinin 300 təsərrüfat var. Əhalinin problemi su ilə bağlıdır. Kəndimizdə 2 bulaq var. Əsasən su mənbəyi kimi kənd cəmiyyəti bu 2 bulaqdan istifadə edir. Hələ quraqlığın bir növ səbəbindən gördüyünüz kimi bunun üzərində olan ağaclar da qurumaq təhlükəsindədir. Quruyub daha doğrusu. Əhali bura su daşımaq üçün də ehtiyat edir. Ola bilsin aşa bilər, obusu ola bilər. Əhalinin adından xahiş edirik ki, bizim kəndə su probleminin həlli üçün əlaqədar təşkilatlar köməkli göstərsinlər. Suyumuz yoxdur. Malqaraya suyumuz verəməyə çətinlik çəkirik. Qışda da həmçinin. Bizim həyatın bacağımızda su olsa, adam əzab çəkməz. İndi bu saat, bu dəqiqə burada suyu, paltar yumuşam, xalça yumuşam, ağır xalçanı götürüb aparmışam evə. Çətinlik çəkirik də, suyu tərəfindən çox çətinlik çəkirik. Bağımızda əkinci əkə bilmirik, pomidorumuz, xiyarımız, suya yoxdur, su verək. Analoji problem Lerikin əksər kəndlərində eynidir. Cəngəmiran İnzibati ərazisi dairəsinə daxil olan Pirsəkücə kəndi, eləcə də Bulaband dairəsinə daxil olan Ambu, Bulaband, Barzavo kəndlərinin sakinləri də içməli su axtarışındadır. Həmin ərazidə ümumilikdə 33 kənd hələ də təbii bulaqlardan bidonlar və vedrələrlə yığılan suyun ümidinə qalıb. Bulaq yoxdur, elə bir dənə bu bulaqdır. Heç axşamlar orada otururuq. İndi bundan sonra avqustda, sentyabrda axşamlar oturarıq burada. Gecə ilə, növbə ilə. Bugün mənim növbədir, sabah birisinin növbədir, belə. Kəndlərdə siz dediyiniz kimi bəzi problemlər bəli vardır. Hal-hazırda indi ərazisində olduğumuz Cəngəmiran kəndinə su xətti çəkilmək üçün biz bu yaxın vaxtda başlayacağıq. Buna görə də 4400 pagometr boru almışıq və bu kənddə kəndi tamamilə əhatə edən bulaq şəbəkəsi sistemi quracağıq. 13 dənə bulaq sistemi burada qurulacaq. Bu bulaqlarda demək olar ki, kəndin bütün evlərin əhatə eləyəcək.
Uzun müddətdir su qıtlığından əziyyət çəkən liriklilər səbirli olub məsələnin həllinin növbəti investisiya proqramına salınmasını gözləməlidirlər. İdarə rəsmisinin sözlərindən belə qənaətə gəlmək olar ki, əhali bir müddətlə bələdiyyələrin balansında olan təbii bulaqlardan su toplamağa davam edəcək. Bütün kəndlər su ilə təmin olmalıdır. Lerikin relyefi belədir ki, dağ-dərə relyefidir. O ki, qaldı ki, problemi olan kəndlər var. Buna da Ambu kəndi, məsələn, göstərmək olar, Mastel kəndi, Noda kəndi bizim tərəfimizdən nazirliyə təkliflər verilib. Çox güman ki, bunlar da investisiya proqramından salınaraq kəndlərin su təchizatı, bu kəndlərin də su təchizatı yaxın vaxtlarda həll oluna bilər. Görünən odur ki, təbii bulaqlar müəyyən qədər su çatışmazlığını aradan qaldırsa da, rayonun çoxsaylı kəndlərində yaşanan bu problemin tam həlli üçün mərkəzləşdirilmiş su xəttindən istifadə olunmasına böyük ehtiyac var. Ümid edirik ki, Lirik Su Milyara Sistemləri İstismarı İdarəsinin həyata keçirəcəyi tədbirlər planı əhalinin içməli suyu olan tələbatını rahat və əziyyətsiz şəkildə təmin edəcək.